Biz hal-hazırda Akstafa rayonunda qazimiz Kənan Aşırovun üç mərasimindəyik. Ziyarətinə gəlmişik. Qazilərimiz buradadır, ziyarətə gəliblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Benim birinci miydi? Hemen birinciydi. Sen bizim dayağımızıydın. Hemen dedim ben ölende kardeşini sağdan süreceğim. Ay sen kurban oğlum. Derdim hemşahi Orhan. Ben ölende ben bilirim bu ben urvat eləyəcək, ağlayacaq. Haykü eləyəcəkdir. Sen vakit içine atıp duracaksan. Azza kurban oğlum. Senin olmamağını ilk günden hisseledim. Bana hissettiler ilk günden. İlk günden sözüm geçmedi. Bana bay, bana bay, bana bay. Kənanla yaxın dostlarına birisi. Yok, ben dost Güzel, değilim. bana bay. Onlara diyeyim, ben dost değilim. Fərqi yoxdur. Buyurun, özünüzü təqdim edin. Döşekten ayağı bir melek çıktı. Bana kurban oğlum. Özünüzü təqdim edin. Ben seni sakinleştirdim. Mamma doktorlan Tarık oğlu. Ben seni susturup yaptım. Özüm Şəmkir rayonundanam. Derdim ne olur hakim. Həm şəhid analarının, qazilərimizin vətən uğrunda canından keçənlərin hər biri mənim qürurumdur. Çıkabilmedi bu bahar benden. Həyatdır da indi olmayaydı, olacağa da çarə yoxdur. Biz də Şəmkirdən gəlmişik, Hiç çıkmadı İmran bu bahar qardaşımızdan. benden. Ne hoş söhbet. Hörmətli İmran qardaş, Yine bu Gəl, ip oldu. İmran qardaşdan gəlmişik. İmran qardaş da sağ olsun bizi gətirdiyi üçün. Allah. Allah 18 bütün yaşında. şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. 18 Sağ ol. yaşında İbrahim Bey. gördüm. İmran Bey, Ne yaşı canlı var yayın işte edin. 18 yaşında. 18 yeke görünürdü, gördüsü yeke. Salam İmran Bey, hər vaxtınız xeyirli olsun. Salam. Heç istəməzdim belə yerdə də görüşək. Özünüz ad soyadınızı zəhmət olmasa təqdim edin. Rəcəb İmran Kamranoğlu. Biz həqiqətən də Kənan qardaşımızın ölümü Canlıyanda. bizi çox üzdü. Biz də Azərbaycanın hər zaman əziz, dəyərli, qeyrətli olanlarla fəxr edirdik. Kənan qardaşımız da döyüş meydanında sözünü demiş, aprel döyüşlərində 44 günlük Vətən müharibəsində sözünü demiş bir qardaşımız idi. Akstafanın nicid oğullarından, Azərbaycan nicid oğullarından biri idi. Allah ailəsinə səbir versin, Allah atasına, anasına, qardaşına səbir versin. Həqiqətən də mən xalqıma minnətdaram, mən qazilərimə minnətdaram ki, bu cür Kənan qardaşımıza düzdür, dünyasını dəyişəndən sonra oldu. Amma insanlar ha istədi ki, əlindən gələn etsin, amma alın yazısı belə idi, qismət belə idi. Neynəmək olar? Yenə bizim qazilərimiz sağ olsun, millətimiz sağ olsun ki, bizim qardaşımıza bu cür dəyər verdilər. Allah ailəsinə səbir versin, Allah günahlarını bağışlasın. Allah rəhmət eləsin. İnşallah şəhid qardaşlarımız elə onu bir döyüşçü kimi, bir qazi kimi şəfaətçi edərlər cənnətdə. Çox sağ olun. Neynəmək Siz sağ olar? olun, siz sağ olun. Sağ olun. Siz sağ olun. Canlı yalan gələcəklər. Heç yerə qoymayacaq. Qoyun böyle şeyler. Görmemişler ki kimse ölsün. O dönsün. Ölmeyipti. Ölmeyipti. Çünkü öldürmür. Öldürmür çünkü. Ölmeyip hiç kim. Benim balam eleşiyeniydi. Eleşirdi. Ne kadar kan itirmişti şiirdi. Ben balam yorganla yatırdı. Ağzını bu buz gibi yerde neler yatırmış. Eleşirdi ben balam. Eleşirdi ben balam işiyeniydi. Anan ölsün.
Anan ölsün. Ben ölüm. Ben senin yanında olabilmedim. Yaralarını sarayabilmedim. Ay sana kurban ol. Peki siz danışarsınız bu böyük kimi? Sinemdeki yarana Çətindir. kurban ol. Siz danışın. O ellerindeki çətinlere kurban olum. Bəli. Xatirəniz yoxdur Kənan haqqında. Adam nerede Sana bile olmadı diye. güzel Hiç de korkmuş, çekinmiyor. Ne güzeliydi. Karabağ'da Her Ermeni şeyden de yıkılmayan, razıydım. yıkmayan insanlar Evladımı köyünler var. seviyorum. Kardeşim Özümü Kenan hoşluyorum. hakkındasınız. Özümü beğenirim. Evet kimle inanmıyorum. Özümden hiç vaxt razı Belə olmadım. dəyərli izləyənlər, anasıdır, özündə deyil, hələ özünə gələ bilmir. Bilirsiniz ki, Kənan Aşurov faciəli surətdə həlak olub, Mənim adımın mənası yaraşıqlı oğlan demək. intihar edib. Güzel oğlan deməkdir. Hər şeyindən razıdır. Bugün Hər şeyi qazilərimizdən, Ne deyirlərdir? Biz deyirlərdir. qazilərimizlə məzarın ziyarətə gəldik. Allah rəhmət eləsin, məkanı cənnət olsun. Lay lay. Başsız bala. Hər zaman demişəm, qazilərimizi incitmək olmaz. Qazilərimiz bizim baş tacımızdır. Özünə nə qədər bacı tapıbsan. Allah rəhmət eləsin, məkanı nurla dolsun. İzlədiyiniz üçün təşəkkür edirəm. Çəkir çəkmək də çox çətindir. Bacıların gəlibdir. Ay sənə qurban olum. Təşəkkür edirəm. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Hardan alasın? Deyir, az qardaşım görməkdir, bir kəlmə zənginim. Elə bilirdim, yalan deyir.